Əziz və dəyərli izləyicilər, İmam Hüseyin əzadarlığının 10-cu günü, Aşura günü Pir Hüseyin ziyarətgahındayıq. İlk növbədə bizim borcumuz şəhidləri ziyarət etməkdir. Allah o dünyaların versin, Allah bütün dünya qüsümlərimizə rəhmət eləsin. Biz onlara borcluyuz, Allah ailəsini qorusun. Allah o dünyasını versin. Bizim yaşamamıza səbəb olan şəhidləri biz ömür boyu borcluyuq. Sizin hər birinizdən xahişim odur ki, şəhidlərimizi ziyarət edək, şəhidlərimizə biz hər zaman borcluyuq. Allah Əliyev Vüsalda rəhmət eləsin, o dünyasını versin. Eşitdiyimə görə, bildiyimə görə çox güclü döyüşçü olub, çox dəyərli, mehriban qardaş olub. Allah o dünyasını versin inşallah. Allah qəbrini nurla doldursun. Allah o dünyaları versin.